Hər kəsə salam, əziz dostlar, əziz izləyicilər. Biz qaldığımız yerdən davam edirik. Bugünkü qonağımız İsmət Əliyev olacaq. İsmət bəy Artmonia Art İncəsənət Mərkəzinin yaradıcısı. İsmət bəy, xoş gəlmisiniz. Özünüz və fəaliyyətiniz haqqında izləyicilərimizə qısa bir məlumat verin. Salamlar, xoş gördük. Mən çox üzr istəyirəm, siz adınızı bilmədiniz. Nihat. Problem yoxdur, davam edə bilərik. Tamam. Salamlar Günel xanım, hər vaxtınız xeyir olsun. Nihat bəy, dəvətiniz üçün təşəkkür edirəm, minnətdaram. İlk növbədə özümü təqdim edeyim. Mən İsmət, 26 yaşım var. Rəssamam, həmçinin sahibkaram. Artıq 9 yaşımdan etibarən sırf incəsənətlə məşğulam. Özümü incəsənətə həsr eləmişəm. Və tale ilə yerə gətirdi ki, mən incəsənət sahəsində təhsil ala bilmədim. Bakı Dövlət Universitetinə daxil oldum məktəbi bitirəndən sonra. Ondan sonra İqtisad Universitetini bitirdim magistr olaraq və hal-hazırda özüm rəssamam. 2021-ci ildə Artmonia Akademiyası adında təhsil mərkəzini təsis elədim. 2025-ci il, yəni bu ilin avqustun 9-unda artıq növbəti filialımızı açdıq. Bu arada həmin filial Artmonia Akademiyası Bakının ən böyük özəl incəsənət məktəbidir. Çox gözəl arxiviniz var, çox gözəl backgroundunuz var. Mərkəzinizdə hansı xidmətlər göstərilir? İncəsənətlə bağlı bütün xidmətləri göstəririk. İstər rəssamlıq olsun, istər heykəltaraşlıq olsun, hətta işin rəqəmsal tərəfində biz öyrədirik. Yaş kateqoriyası var? 7-dən 70-ə. Çox gözəl, mən də gələcəm ona. Nə vaxt istəyirsiniz? O zaman belə başa düşdüm ki, həvəsli olan hər kəs sizin akademiyaya dəvət edir. Siz qeyd etdiniz 9 yaşınızdan incəsənətə meyilli olmusunuz, lakin bu sahədə təhsil ala bilməmisiniz. Başqa ixtisaslar üzrə təhsil almısınız. Tələbəçilik alma magistr nə yaxşı, daha sonra incəsənət üzrə yönləndirməniz, ikinci bakalavr kimi oxumağı, yoxsa özünüzə keçsaydınız bunu? Yox, əslində İqtisad Universitetində oxumağın bir məqsədi var idi. Orada ixtisas olaraq maliyyəni bitirmişəm. Fakültə biznesin təşkil və idarə olunması. Orada mən bir növ işimi biznesə çevirmənin yolları haqqında araşdırmalar aparmışam. Məqsədim bu olub. Amma yenə də 9 yaşımdan etibarən heç vaxt incəsənəti dayandırmamışam. Aha, çox gözəl. Siz də indi hal-hazırda yaşadığımız mühit olsun, cəmiyyət olsun, bizdə incəsənət Sovet dövründə daha yaxşı idi. İndi biraz daha o dövrə baxanda, xalq artistlərimizə baxanda indiki dövrdə biraz daha zəif qalır. İndiki aktyorlarla keçmişin aktyorları, məsəl üçün Yaşar Nuri kimi, Siyavuş Aslan kimi aktyorlarımız təəssüf ki, yoxdur. Düzdür, sizdə incəsənət rəssamlığa bağlı bir şeydir, amma mən ümumi incəsənətlə bağlı bir sual vermək istəyirəm. Sizcə hal-hazırdakı dövrdə bizim incəsənətimizin o güclü təməlinin qırılan nöqtəsi nə olub? Niyə əvvəlki olan rəğbət, əvvəlki olan rəssamlıq bu qədər yoxdur Azərbaycanda? Niyə 21-ci əsrdə Səttar Bəhuzadədən yoxdur? Çox yaxşı sualdır. Əslində cavabı çox sadədir, çünki insanlar özləri ilə baş-başa vaxt keçirə bilmirlər. Bunun qarşısı alan virtual aləmdir, bunun qarşısı alan sosial şəbəkələrdir. Artıq insanlar özləri ilə baş-başa qala bilmirlər, tək qala bilmirlər. Vaxtlarını daha çox əyləncə ilə keçirirlər. İnkişafa vaxt ayırmadıqları üçün olduğunu düşünürəm. Ən çox bu səbəbi düşünürsünüz siz. Lakin bəlkə rəssamlığın digər incəsənət növlərinə baxanda geri qaldığını düşünürsünüz, yoxsa onlarda irəlidə olduğunu düşünürsünüz? Yox, incəsənət hər zaman öndə olub əslində. Bəs növlərinə baxsa rəssamlığı fərqləndirsə digərlərindən? Rəssamlığı digərlərindən fərqləndirsə, baxın, incəsənət əslində nədir mənə görə? İncəsənət bir insan xarakteristikasını, insan davranışlarını, insan psixologiyasını dəyişdirə biləcək qüvvəyə sahib bir elmdir. Rəssamlığın digər sahələrdən fərqləndirən əsas xüsusiyyətlər bunlardır. Çünki rəssamın əslində iki vəzifəsi var. Bir, öz əsərlərindən özünü dəyişdirmək. Bir də ki, qarşı tərəfin düşüncələrini dəyişdirmək. Qarşı tərəfin düşüncələrini dəyişdirmək bu insanın baxır rəssamın toxunmaq istədiyi nöqtələrə yəqin rəsm çəkərkən çatdırmaq istədiyi mesaja baxır yəqin ki. Əlbəttə. Məsəl üçün biz təlimçilər olaq və yaxud da ki, digər peşə sahibləri çatdırmaq istədiyimiz fikri biz bunu deyirik və yaxud da səsləndiririk, təlimlə keçən zaman müzakirə edirik. Biz Günel xanımla bir qonağa dəvət edərkən bunu müzakirə edirik. Bu gələ bilər, həmin şəxs bizə nə qədər fayda verə bilər. Amma incəsənətdə bu səhv etmirəmsə, belə deyək, ruhunu,
öz fikrini, düşüncəsini demək əvəzinə çəkilişlə və yaxud da heykəltaraşlıqla orta nöqtəyə qoyur. Bəli. Hal-hazırda incəsənəti inkişaf etdirmək üçün siz nə tövsiyə edə bilərsiniz? Amma sırf burada rəssamlıq da ola bilər, digər sahələr də ola bilər. Fərqi yoxdur, necə istəyirsə alana bilərsiniz. Necə inkişafdan söhbət gedir orada? Cəmiyyətimizdə olan şəxslərin incəsənətə, yəni və yaxud da rəssamlığa, sizin rəssamlıq akademiyasınızsa, rəssamlığın daha da keyfiyyətini artırmaq. İnsanlar bizə kimsə var evdə rəsm bacarığı var, amma təəssüf ki, evdə ola bilər ki, valideynə ki, rəssamlıq nə pul qazanırsan ki, sən gəlib rəssam olmaq istəsən. Bu çox aktual mövzudur. Məsəl üçün indi hal-hazırda cəmiyyətimizdə ki, rəssam olub niyə etsən gör məsəl üçün pul qazanamırsan. Amma hal-hazırda siz bu akademiyanı qurmusunuz, demək şans var. Siz bu akademiyanı qurmusunuz, demək gənclərə öyrənsiniz ki, xeyr, pul da var, imkan da var, qazanc yeri də var, lakin sadəcə olaraq istəmək lazımdır. Mənim bir əlavəm olacaq. Belə deyim, mən bu formada demək istəyirəm sualımı ki, istedadı gəlir vasitəsilə necə çevirmək olar? Əla sualdır. Sevdiyim suallardan biridir. Bəli. Bu klassik bir deyimdir ümumiyyətlə. Azərbaycanda çox təəssüf ki, belə bir deyim yayılıb ki, rəssamlığa, ümumiyyətlə incəsənətə gələcək olmayan bir peşə kimi baxırlar. Bəli. Hobbi kimi baxırlar. Hobbi kimi baxırlar. Sən rəssamsan, sən pul qazana bilməzsən. Sən rəssamsan, sənin gələcəyin yoxdur. Sən rəssamsan, doğru, düzgün işlə məşğul olmursan. Get özünə düzəlməli iş tap, sən bacarmazsan, sən də olmayacaq. Rəssam nədir? Qazanc nədir? Rəssamlığa pulun düşməni kimi baxırlar. Pula da rəssamlığın düşməni kimi baxırlar. Amma əslində elə deyil. Pul sənət üçün düşmən deyil, pul sənət üçün əslində bir vasitədir. Və əgər bir rəssam bir sənətdən pul qazana bilmirsə, bu sənətin qüsuru deyil deyə düşünürəm. Bu həmin fərdin öz qüsurudur. Çünki adamın satış qabiliyyəti yoxdur. Ümumiyyətlə hansı sahə ilə məşğul oluruqsa, olaq belə düşünürəm ki, istər incəsənət insanı ol, istər kino sahəsində çalış, istər başqa bir peşədə ol, fərq eləmir. Əgər sənin ilk növbədə özünü satmaq kimi bir qabiliyyətin yoxdursa, sən əlində ən dəyərli bir şey də olsa onu sata bilməyəcəksən. Sən onu təqdim etmək kimi bir qabiliyyətin yoxdursa, onu heç kim səndən gəlib almayacaq. Belə bir məşhur deyim də var. Əgər rəssamın işi qaranlıq otaqda qalırsa, o heç kəsə lazım deyil. Bəs o işıqlı otağa çıxmaq üçün o istedadlı şəxs hansı alətlərdən istifadə etməlidir ki, onun məhsulu tanınsın və yaxud seçilsin? İnkişaf alətlərindən, şəxsi inkişaf alətlərindən. Öyrənməlidir, təqdimatı öyrənməlidir, danışıq qabiliyyəti olmalıdır, özünü təkmilləşdirməlidir. Bilirsiniz, bizdə gənclərimizin də çox əslində problemi var. Çünki bu günə kimi bizdə minlərlə tələbə təhsil alıb, minlərlə tələbələrlə söhbət eləmişik, onların psixologiyasını çözmüşük. Onların əksəriyyətinin istəyi sırf gəlir qazanmaqdır. Əgər bir adam gəliri düşünürsə, heç vaxt gəlir qazana bilməyəcək. O başa düşmür ki, mən özümü şəxsi inkişafa həsr eləsəm, mən düşünsəm ki, necə daha yaxşı bir rəssam ola bilərəm, necə daha yaxşı əsərlər çəkib onu insanlara təqdim edə bilərəm və yaxud da necə əsərlərimi daha fərqli formatda kütləyə çatdıra bilərəm. Belə olduğu təqdirdə o əsərlərin alınmaması və yaxud oradan fayda götürülməməsi mümkünsüzdür. Sadəcə o insan özünə belə başa düşürəm ki, doğru isə maya qoymalıdır belə deyirsə. İstedadı. Özünə yatırım eləməlidir, investisiya eləməlidir. Onda siz düşünürsünüz ki, əgər bir gəncin qabiliyyəti varsa bu yöndə, özünə istedadına yatırım etsə və öz istedadını təkmilləşdirməsi üçün çalışsa və bu istədiyi nailiyyətə gəlib çıxa bilər. İstedaddan danışmışkən, incəsənət istedada dayanır, yəni anadan gəlmə bir şeydir, hansı ki bu bizim genimizdə var, qanımızda var, canımızda var, yoxsa sonradan öyrənilə biləcək bir şeydir, rəssamlıq olsun və yaxud digər sahəsi olsun? Bunlar ümumiyyətlə bütün sahələr, bütün qabiliyyətlər sonradan qazanıla biləcək bir şeylərdir. Mən üzr istəyirəm, rəsm çəkmə bacarığım qəti yoxdur. Ancaq ev çəkə bilərəm belə üst yanında Çünki pəncərədə. praktikanız olmayıb. Mən indi gəlsəm onu öyrənə bilərəm. Baxır sizin məqsədinizə. Əgər həqiqətən məqsədiniz varsa, hə, Yəni həqiqətən məqsədim sadəcə rəsm çəkməyə bacarmaqdır. mümkündür. 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 Bu yaşda sıfırdan da gəlsəm, Van Gogh Cavan adamsın. Van Gogh 30 yaşından sonra rəssamlığa başlamışdı. Məşhur rəssam var, Moses 70 yaşında rəssamlığa başladı, amma 80 yaşında New Yorkda dünyanın ən böyük sərgisini açdı. niyə Mona Lisa bu dünya ən böyük əsəri sayılır? Çünki insanların psixologiyasında O gözəl qadın kimi qalıb ona görə. siz insan təbiətində elə bir şey var ki, insanlar bir şeyi əfsanələşdirməyi sevirlər, ona məna yükləməyi, məna qatmağı sevirlər. Elə bu səbəbdən sənətdə də belə bir deyim var ki, insanlar rəsmi sevmirlər. İnsanlar rəsmin arxasındakı hekayəni sevirlər. Əslində orada önəmli olan Mona Lisa deyil. Önəmli olan Rembrandtın məşhur bir əsəri deyil, Van Goghun əsərlərindən deyil və yaxud da başqa bir əsəri deyil. Önəmli olan onun arxasındakı hekayə və onu çəkən rəssamın həyatıdır.
İndi sizcə onda insanlar ona fokuslanır əsas odur. Hekayə. Əlbəttə ki, hekayə fokuslanır. Bu birisi nəyə bənzəyir? Hal-hazırda bilirsiniz də dövrümüzdə texnologiya inkişaf edir və süni intellekt yaranıb. Və süni intellekt bir çox şey artıq demək olar ki, üstələyir. Onu sual verəcəm. Süni intellekt gələcəkdə rəssamlıq peşəsinə təhlükəsi var yoxsa yox? Rəssamlar itirə bilərlərmi peşələrini? Məncə itirəməz, amma Süni intellektdən əlavə sosial medianın gücü rəssam və yaxud fikri istedadlara dayanan bir sahələrə nə dərəcədə təsir edir? Tamam. Mümkün deyil deyə düşünürəm. Mümkün deyil. Çünki bir insan rəsm əsəri çəkdiyi zaman ora emosiyalarını qatır, ora acılarını qatır, ağrılarını qatır, sevgisini qatır və ya ayrılığını qatır. Bir his qatır. Amma süni intellekt onu qata bilmir. Süni intellekt sadəcə əlində olan materiallarla düzəldib pikselləri bir araya yığır, toplayır. Bildim onsuz olmaz. Biz hər ehtimala kimi sağlığı bu suallarda bu sualları verdim. Bir də məşhur bir film var. Bəlkə bilərsiniz. Intouchables. İki dənə bizim dildə tərcüməsi iki can dostu edir. Bir nəfər əlin arabasındadır, bir nəfər də fransız filmidir. Mən həmişə maraqlı olub ki, cəmiyyət sərgiyə gedir. Okay, çox razıyam. Yəni kimsə sərgiyə getməlidir, marağı varsa. Mənim də özümün marağı var. Amma orada həmin aktyorlardan digərinin bir maraqlı bir şəkil çəkir. Götürüb qırmızı boyanı götürüb belə atır, göyə götürüb belə atır. Hər şey belə atır. Axırda bu kişi də kimi gözləmə bu sənə uzun 50 min avroya falan kimi qiymət satacaq və elə də o satır. Və bu insan bunu atanda nə his qatır, nə emosiya qatır, heç nə qatmır da. Sadəcə gələn adam kimi satmır. Baxır, burada bu var, burada o var, burada nə behman şey də var və bunu xahiş edirəm, heç kimə satmam, mənə sat. Burada insanların belə bir, yəni mən özümə baxan işlə başlayıram. Bəlkə kimsə baxmasın. Niyə bu qədər pul verirlər o sərgiyə Absurd çəkirlər? bir eskizdən ya tablodan maraqlı bir Həmin filmdə bir də vardı. Bir dənə fırçanı atıb qırmızı nöqtə, ona milyonlarla pul verirlər. Niyə rəsmlərə milyonlarla pul verirlər? Orada biz nəyə görmürük? Əslində bunun arxasında çox məna yatır. Niyə zəngin insanlar bir əsərə milyonlarla dollar pul verə bilir? Yadımdadır, bir hadisəni danışmaq istəyirəm. Uşaq vaxtı yaşadığım rayonda gənclər mərkəzinə getmişdim. Bir sərgi idi. Sərgidə divarda bir əsər gördüm. Həmin vaxtda Bakıdan, xaricdən məşhur bir rəssam gəlmişdi. Yaxınlaşdım, ona sual verdim ki, əsərin altına çünki dəyəri yazılmışdı, çox da bahalı idi, qiymətli bir əsər idi. Soruşdum ki, bu əsərin nəyinə bu qədər pul verirlər? Dedilər ki, böyük rəssam olanda başa düşərsən. İndi böyümüşəm rəssamam və başa düşürəm. Ki, həqiqətən görmədiyimiz tərəflər çoxdur. Yenə deyirəm, orada önəmli olan oradakı bir xətt deyil, oradakı bir kvadrat deyil. Məsələn, Çoni kvadrat əsəri var, yəqin ki, görübsünüz. Və yaxud da ümumiyyətlə dünyanın ən bahalı əsərləri, ən qiymətli əsərləri hamısı abstrakt janrında işlənən işlərdir. Baxırsan, məna tuta bilmirsən, məna görə bilmirsən. Bəli, yəni nöqtədən də hansı məna tutmaq istəyirsən? Bəlkə o nöqtənin içində özün istəyir adam, ona görə əslində işin yenə də hekayəyə əsaslanır, belə başa düşürəm. Yenə də onda bir işin də maraqlı tərəfi olur da. Biz əslində bilmədiyimiz, görmədiyimiz şeylərə daha dəyər veririk. maraqlı. Bizim üçün əlçatmaz olan şeylər daha dəyərlidir. Əlçatan şeylər onsuz dəyərli bilmirik. Ya o nöqtə bizim üçün məsələn belə başa düşür ki, əlçatmaz sayılır və həmin adamı gedib milyonlar dəyərli pul verir ki, o Və özünü tətmin edir. onunla özünü. Məna görmək istəyir. Okay, incəsənət sahəsində məşğul olan bir şəxslər üçün elə sizin özünüzdə bu praktikanızdan artıq siz bu istedadı gəlir mənbəyinə, həm də həyat tərzinizə çevirmisiniz, belə başa düşürəm. Əmək bazarında və yaxud incəsənət bazarında, bu sektorda hansı imkanlar var, fürsətlər var, təzə başlayan biriləri hansı alətlər vasitəsilə özünü tanıda bilər, nələr vasitəsilə daha yaxşı ustad sənətkarlarla görüşə bilər, nəyi izləməlidir? Əslində gəlir qazanmaqdan söhbət gedirsə və gənc bir rəssamdan söhbət gedirsə, hansı ki gəlir qazanmaq istəyir amma qazanmayıb, ustad bir sənətkarla görüşməsinə ehtiyac yoxdur. Elə birbaşa özünlə görüşsə kifayət edir. Özünü tanısa, özünü görsə. Birisi yenə deyirəm, gənclər daha çox gəlirə fokuslandığı üçün gəlir əldə edə bilmirlər. O başa düşməlidir ki, buradan üzümü tuturam həmin gənclərə və demək istəyirəm ki, siz başa düşməlisiniz ki, ilk növbədə siz yaxşı rəssam olmağı düşünməlisiniz. Özünüzə bu sual verməlisiniz. Necə eləyim ki, yaxşı rəssam olum? Necə eləyim ki, yaxşı gəlir əldə edeyim? Yox.
Sən onsuz da yaxşı rəssam olandan sonra, sən onsuz da insanlara doğru şəkildə xidmət edəndən sonra gəlir sənə gələcək. Və bu paradoksu başa düşmürlər. Bir tərəzidir, tərəzinin digər ucuna fokuslanırlar, amma digər ucunu görə bilmirlər. Təəssüf ki. Gəlir əldə etmək üçün əslində dövrümüzdə çox sadədir. Dövrümüzdə sosial şəbəkələr, platformalar hədsiz, hesabsız çoxdur. Instagram olsun, TikTok olsun. Mükəmməl rəssam olmağa ehtiyac yoxdur, onsuz heç birimiz mükəmməl ola bilmərik. Yaxşı rəssam olsun, öz bir fərqlilik yaratsın, fərqli bir üslub, fərqli bir janr yaratsın. Və yaxud da mövcud olan bir janra üsluba biraz fərqlilik qatsın, özünə məxsus bir tərzi olsun ki, bu rəssamın əsas qaydasıdır. Birinci qaydası budur ki, hər rəssamın özünə məxsus bir tərzi olmalıdır. Əks halda o fərqlilik qata bilməyəcək. Bu əl cizgilərimizdə bənzər bir şey olmalıdır. Yəni hər kəsin öz üslubu fərqli olmalıdır, yoxsa eyni olma ehtimalı var. Onsuz da hər kəsin dəsti xətti əl cizgiləri fərqlidir. Biz nə qədər bir şeyi 5 nəfər də çəkmək istəsə, eyni anda hamısında fərqli alınacaq. Bəli. Məsələ fərqli məna yükləməkdir. Bir fərqli eləməkdir. Məsələn, elə rəssamlar var ki, şüşə üzərində rəsmlər çəkir. Eləsi var ki, divar üzərində rəsmlər çəkir. Bəli, şüşə qırıntılarından. Eləsi var bir taxta götürür və taxtanı yandırmaqla işlər görür. Görürsüz, hərəsi özünə məxsus bir fərqlilik qatır. Qeyd etdiyiniz taxtanı yandırmaqla, yəni belə şeylər, bir dəfə eşitdim, taxtanı yandırmaqla. Mümkündür. Onun kölgələri ilə hansı bir əsər ortaya çıxır? Kölgə işıq effekti ilə istənilən orada əsər ortaya çıxarmaq olar. Sizin həyatı və yaxud ilham sizin belə deyim, bu sahədə ilham mənbəyi olan favorit incəsənət xadimi deyim, rəssamı deyim, şəxs varmı ki, hansı ki, onun yaradıcılığı sizə maraqlı gəlir? Həm də ola bilsin ki, izləyicilərimizə də maraqlı gəlsin. Belə bir şəxs var. Bu yerli də ola bilər, xarici rəssam da ola bilər. İstəyirsiniz yerlidən bir nəfər, əgər varsa, xaricdən bir nəfər deyə bilərsiniz. Tamam. Uşaqlığımda mənə rəssamlığı sevdirən Bob Ross olub. Bob Ross bir də Winston Bigford adında ingilis rəssam. Demək ki, onların əsərlərinə baxa-baxa öyrənmişəm. Yəni yenə deyirəm, 26 yaşıma kimi çox əsərlər çəkmişəm, çox əsərlər satmışam, amma heç kəs mənə rəssamlığı öyrətməyib. Öz marağınız. Sırf özüm praktika ilə öyrənmişəm. Amma bir müddət sonra təbii olaraq bir çox rəssamlardan dərs almışam, Avropa rəssamlarından, onlayn şəkildə. Burada da mən əslində hal-hazırda bir mənanı dərk eləmişəm ki, onu da istəyərəm, bizi izləyənlər də eşitsin. Sənət öyrədilmir, sənət öyrənilir. Dərin mənası var. Rəsm kimi. Öyrənərsən. Doktor qoydu, 1 milyon satıldı. İnşallah tək əsərlərimiz həqiqətən olsun. Həqiqətən mən çox xoş olar ki, bizdə yenə bu incəsənət insanlar yetişsin. Təkrar bir Səttar Bəhövzadə kimi şəxsiyyətlər yetişsin. Yəni təkrar Səttar Bəhövzadədən görə bilməyəcəyik. Tahir Salahovu görə biləcəyik, nə Van Goghu görə biləcəyik, nə də ki Da Vinci. Niyə gəlmir o şəxslər bəs? Əslində var, biz görmürük. Niyə görmürük? Niyə onlar ortalığa çıxmır? Niyə Onlar gizləniblər? qısıtlayan nə olur? Valideyndirmi, cəmiyyətin yoxsa onlara olan anti xüsusiyyətlərdirmi, yoxsa tələbatçılıqmı? Yox, bilirsiniz, yoxsa investisiya azlığı sahəyə. Bilirsiniz, meyarlar dəyişib də. 18-ci əsrə aid olan və 19-cu əsrə aid olan meyarlar fərqli idi. Təbii ki. İndiki dövrə aid olan meyarlar fərqlidir. İndi elə rəssamları tanıyıram ki, məsələn, Van Gogh kimi, Da Vinci kimi, Rembrandt kimi rəssamlar var. Amma onlar bizdə ümumiyyətlə dünyada, qlobalda. Bizdə Sakit Məmmədov əfsanəvi bir rəssamdır. Bəli. Ömər Eldorov əfsanəvi bir rəssamdır. Bizdə də çox rəssamlar var. Sadəcə izləmək istəyən onları izləyir. Öz kütlələri var, amma geniş kütləyə çıxacaq səviyyədə hal-hazırda yoxdur. Onsuz da Da Vinci niyə geniş kütləyə çıxdı? Qlobal tərəfindən tanındı. Çünki Da Vinci tək rəssam deyildi ki, Da Vinci həm musiqişünas idi, həm mühəndis idi. Bir çox sahələrdə ümumiyyətlə yenilik gətirən bir şəxs idi, dövrə yenilik gətirən bir şəxs idi, dünyaya yenilik gətirən bir şəxs idi. Yəni ümumiyyətlə qlobalda tanınmaq üçün gərək elə bir yenilik gətirəsən ki, o dünyaya fayda versin, dünyaya bir təkan versin. Siz əsasən hansı üslubda çəkməyi sevirsiniz? Realizm. Həmin realizm qeyd. Bunun fərqli üslubları varmı? Neçə üslub var? Çoxdur üslublar. Üslublara indi hər dövrdə realizm nə tutursunuz? Realizm bir cismi olduğu kimi təsvir etmək. Məsələn, qarşınızda bir natürmort var, hər hansı bir cisim var. Onu olduğu kimi təsvir etməyə çalışırsınız. Bu realizmdir. Bu bunun texniki tərəfidir. Bunun digər tərəfi isə məna tərəfi. Düşünün, məsələn, Rembrandtdır və yaxud da başqa bir rəssamdır. Məsələn, çox uzağa getməyək, Tahir Salahov, Azərbaycanlı rəssam. Onun dövründə o qədər də texnologiya inkişaf etməmişdi.
İndiki rəssamlar 20-ci mavi əsr. ekran arxasına baxıb çəkirlər, Bəli, bəli. referans götürə bilirlər. Onlar bir səhnəni ilk növbədə düşünüb tapırdılar, təsəvvür edirdilər və təsəvvürünü fərqli-fərqli vərəqlərdə eskizlərə çevirirdilər. Və o eskizlərin məzmunsu olaraq bir əsər ortaya çıxarırdılar və onu başlayırdılar rəngləməyə. Nə qədər dərin bir şeydir, görürsünüz. Təbii ki. Uzun prosedurdan Çox uzun keçir. prosedurdur, çox uzun düşüncələr tələb edir. Uzun vaxtlar alan bir şeydir. Bəli. Uzun vaxt alan bir şey. İndi hal-hazırda rəssamlıq digər incəsənət növlərindən geri qalır yoxsa irəliləyir? Rəssamlıq bütün nəinki digər incəsənət sahələrindən, bütün hər şeydən öndədir. Yox, o mənim düşüncəmizə görə ola bilər. Amma hal-hazırdakı real olan vaxtı nəzərə alım ki, siz də məsələn incəsənət üzrə ola bilər rəssamlıq başda elədi, bir nömrə ola bilər, digərlərinə fərqləndirir, məsəl üçün gedirəm. Hal-hazırda digər incəsənət növlərinə baxanda rəssamlığı düşünürmüsünüz ki, daha az investisiya qoyulur və yaxud da daha az tələbat var və digər incəsənət növlərinə daha arxadadır. Əslində rəssamlığa hər şeydən daha çox tələbat var və hər şeydən daha çox investisiya qoyulur. Sadəcə biz rəssamlıq deyəndə bizim gözümüzün qabağına bir vərəq və bir də tablo gəlir. Bir də introvert bir rəssam. Bax siz bayaqlar dedikləriniz var, Şuşa qırıntıları ilə olan və yaxud da ki, Heç onları nəzərdə tutmuram. Onlar mən birinci dəfə eşitdim. Gəlin keçək işin rəqəmsal tərəfinə. Məsələn, qrafik dizaynerlər var, Bəli. memarlar var, interyer, eksteryer dizaynerlər. Hamısı rəssamlıq. Rəqəmsal platformada fəaliyyət göstərən şəxslər var. Məsələn, oyun sektoru olsun, kino Bəli. sektoru olsun. Bir kinonun başa gəlməsi üçün ilk növbədə onun üzərində işləyən kimdir? Quruluşçu rəssam. Təbii ki. Və quruluşçu rəssam bir kinonu başdan ayağa eskizlərini aparır. Bu rəssama aid olan bir işdir. Buradan hansı nəticəyə gəlirik? İlk növbədə investisiya kimi olundu rəssama. Və yaxud da məşhur bir memardır, keyfiyyətli bir memardır. Memar ilk növbədə nə edir? Eskizlərini aparır bu işin. O rəssamdır. Falan çəkir eləyir. İnvestisiya kimə qoyuldu? Memara. Və yaxud da oyun sektoru olsun. Ağlımıza bir oyun gətirir də, məsələn, God of War. Bəli. Eşidibsiniz yəqin və yaxud da Last of Us. Bəli. Həmin oyunlar ilk növbədə rəssamlar tərəfindən ZBrush proqramı üzərində qurulur, heykeltıraşlar tərəfindən. Yenə də investisiya kimə qoyuldu? Rəssama. Bir binalar tikilir. İlk növbədə investisiya kimə qoyulur? Memara. Rəssama. Karkasını quran, nömrəsini quran Bəli. rəssamdır. Yəni hər şey Sadəcə bizim cəmiyyət ya da bəlkə digərin bizim cəmiyyət onu şey eləmir, hiss eləmir, görmür. Ki bu ilk dəfə rəssamdan, memardan, dizaynerdən ümumi olaraq rəssam adını verilmiş şəxsən çıxdığını biz onu bu mental proqramlaşdırılmadır artıq. Bu kütlənin günahı deyil. Əvvəldən bizə ötürülən emosional proqramlamalardır hamısı. Məqsəd olan bunu dəyişir. Əslində belə deyək, mental yanaşma deyəndə bizim insanlarımız, bizim xalqımız çox incəsənətə meyllidirlər. Rəssamlıq olsun, musiqi olsun, demək olar ki, hər ailədə bir nəfər incəsənətin hər hansı bir sahəsindən ya istedad olaraq bacarıqlı şəxsi ya da ümumiyyətlə məşğul olan şəxsi. Ona görə bəlkə də əlçatan gəlir, bəlkə də adi bir yaşayış tərzi kimi gəlir ki, bu rəssamlıq olsun, digər incəsənət sahəsi olsun. Onu bacaran şəxsə bunu ikinci bir ixtisas yaxud hobbi olmağını tövsiyə edirlər və yaxud da ki, mane olurlar. Daha sambalı saydığımız ənənəvi ixtisaslara yönləndirirlər. Bu da bir çox uşağın, çünki uşaqlıqda başlayır incəsənətə maraq. Çünki bir uşaq nəyi sevir? Rəngləməyi, çəkməyi, öz dünyasını kağızın üstündə əks etdirməyi sevir. Onlara biraz maneə yaradılır. Belə olduğu halda izləyicilərimizin arasında uşaq olsa və yaxud bu sahədə təzə başlamaq istəyən biri olsa, ailə baskısına və yaxud demotivasiya olduğu nüanslara qarşı necə ayaq üstə dik qalsın və yaxud bu sahədə getsin? Nə tövsiyə edirsiniz? Onu tövsiyə edirəm ki, ilk növbədə hobbi kimi yanaşmasın. Belə bir şey deyə bilərəm ki, iki işə eyni anda fokuslanmaq, hər iki işi eyni anda batırmaq deməkdir. Bir şeyə fokuslanmaqlarını tövsiyə edirəm onlara. Bu fokuslandıqları şey incəsənət olsun. Nəticə etibarilə bunlar rəssamlıqdan başladığı üçün o düşünməsin ki, mən gələcəkdə rəssam olacağam. Fərqli istiqamətlərdə irəliləyə bilər. Dizayner ola bilər, memar ola bilər. Və yaxud işin rəqəmsal tərəfində bir çox nailiyyətlər əldə edə bilər. Öz sahəsində kifayət qədər tanınan bir mütəxəssis ola bilər. Ailə tərəfindən onsuz da hər birimiz fərqli-fərqli demotivasiya hücumlarına məruz qalırıq. Maalesef. Təəssüflər olsun ki, amma bu da normaldır. Çünki onları da biz qınaya bilmərik. Onlar da öz gördüklərini bizə tətbiq etməyə çalışıblar. Belə bir söz də var ki, uşaqlar ata-analarından daha çox öz zəmanələrinə oxşayırlar. Uşaqlar öz zəmanələrinə oxşadığı üçün ana bunları qəbul edə bilmir bəzi ailələr
və ata-ana əslində öz istədiyini onlara tətbiq etməyə çalışır. Və reallığı görən əslində o uşağın özüdür. Çünki biz sevdiyimiz işlə, sevdiyimiz sahədə işləməsək, sevdiyimiz işlə məşğul olmasaq, o sahədə inanmıram ki, yaxşı bir müvəffəqiyyət, nailiyyət əldə edə bilir. Ona görə də məqsəd qoysunlar konkret olaraq və qərar versinlər ki, mən bu işlə məşğul olacağam. Mən o ailələri də qınamıram açığı. Niyə? Çünki ailə də həmin uşaqda o qədər dərin məqsəd, hədəf görmür. Uşaq ona real bir hədəfinin olduğunu göstərsə, məncə ailə ona qarışa bilməyəcək. İndiki cəmiyyətdə mən düşünürəm ki, həqiqətən siz dediyiniz göz çarpan bir şeydir. Yəni bir var evə gəlib deyəsən ki, mən maşın sürmək istəyirəm. Bir də var deyirsiniz ki, mən maşın sürməyi öyrənmək istəyirəm. Yəni sürmək istəyirəmlə öyrənmək istəyirəm arasında fərq çox böyükdür və ailəvə də ilk növbədə birinci özünə siz demiş, özünə inandırmalısan ki, mən rəssam olacağam və yaxud da ki, bu yolda irəliləyəcəm. Daha sonra özünü inandırdıqdan sonra ailəvi də inandırmalısan ki, bəli, mənim gələcəyim bu yöndədir. Əgər biz başdan soğudu yanaşsa, səhərçi valideynlərimizi qınaya bilmərik. Çünki sən özün birinci bu yolda irəliləmək istəməmsən. İrəliləmək istəsəydin, səbəblər gətirərdin, maneələri aradan qaldırmağa çalışardın. Bura bir əlavə eləmək istəyirəm. Kanadalı bir psixoloq var, Harv Eker. Onun dediyi çox xoşuma gələn bir cümlə var. Deyir ki, bizi uğursuz edən bilmədiklərimiz deyil, bildiklərimizin yanlış olduğunu bilməməyimizdir. Düzdür. Və biz əslində bildiklərimizə baxmalıyıq, bilmədiklərimizə yox. Tam razıyam sizinlə. İncəsənətdə opera deyəndə Viyana ağla gəlir. Ya tibb deyəndə Almaniya, Türkiyə ağla gəlir. Rəsm deyəndə hara ağla gəlir? Tutaq ki, bir nəfər xaricə köçmək istəyir, həm də onun incəsənət sahəsini daha çox inkişaf elətdirə biləcək mümbit bir ölkə lazımdır, mümbit bir yer lazımdır ki, orada ona maraq olsun. Bu araşdırmalarınızda belə bir nüansla qarşılaşmısınızmı ki? Çox gözəl sualdır. Bizdə cəmiyyətdə bu insanlar, məsəl üçün mən incəsənətə yönəlmişəm, rəssam olmuşam. Bizdə necədir? Xaricdə oxumağa gedirlər ki, daha da təkmilləşsinlər. Bu gün də bir rəssam, artıq rəssamdır, sizin akademiyanı bitirib və sizə tövsiyə almaq istəyir ki, mən Avropaya köçəcəm və orada oxumaq istəyirəm. Haranı məsləhət görərsiniz? Hansı universiteti məsləhət görərsiniz? Haydi ki, daha da çox faydalanıla bilər. İtaliya məsəl üçün ağla gələn ölkələrdən biri, yoxsa başqa bir məsləhət? Burada bir tərəfə fikirləşəndə digər tərəfə də fikirləşmək lazımdır. Təbii ki, sənətin mərkəzi İtaliyadır. Amma İtaliyada rəqabət də çoxdur. Sən İtaliyaya gedə bilərsən, oxuya bilərsən, amma İtaliyada buradakından daha artıq çalışmalısan. 10 dəfə artıq çalışmalısan ki, orada istədiyinə çata biləsən. Avropa ölkələrinə gedə bilər. Rusiya incəsənətin mərkəzi sayılır. Rusiya həqiqətən öndədir sizcə? Əlbəttə ki, klassika incəsənətin mərkəzi opera yaxşı. Yəni məncə Rusiyanı mən bu qədər öndə fikirləşmirəm. Düz var. Rusiya mədəniyyəti var, razıyam. Amma bu dərəcə öndə olduğunu mən hətta düşünürəm ki, bizim incəsənətimiz onlardan həmişə qat-qat yaxşı olur. Mən elə düşünürəm. Amma səhv də ola bilər. Bu millilikdən özünə məxsusluğu var hər bir. Mən bilmirəm bu millilikdən irəli gəlir, yoxsa başqa məsələlər, amma həqiqətən bu dəqiqə hazır siz demiş, İtaliya bir nömrədir. Oradan yetişdirdiyi şəxslər. Amma düşünürəm ki, onlardan sonra bəlkə 3-cü və ya 4-cü ildə Azərbaycan, daha sonra Rusiya gələr. Bunların nisbi məsələyə kimi yanaşıram mən əslində. Açığı mən deməzdim İtaliya bir nömrədir. Hə. Onda siz İtaliya məsləhət görürsünüz. Hansı ölkədir bəs sizcə? Hansı ölkənin yaradıcılığıdır? Bəli. Yanaşmasıdır? İtaliyadan əlavə. Burada yenə deyirəm, mental dəyərlər olduğu üçün, yanaşmalar olduğu üçün hər ölkənin özünə məxsus fərqli bir mədəniyyəti var. Azərbaycanlı yaxşı, möhtəşəm rəssamlar da var, olub da, hansı ki, əsərlər bir çox muzeylərdə sərgilənir. Bəli. İtaliya olsun, Rusiya olsun, Türkiyə olsun. Bu fərqli olduğu üçün mən buna nisbi yanaşıram. Aha, başa düşdüm. Yəni bu şəxsə dəyişir. Bu şəxsə aid olaraq dəyişir, bəli. O zaman belə başa düşürəm ki, artıq şəxs sevdiyi ölkəni seçməlidir. İlham yaransın ona. İlham ona yaransın. Hansı da rəssamlığı öyrənməyə getmir ki, gəzməyə gedir. O yaransın. Amma düşünürəm ki, məsələn mən rəssam olsam, Skandinav ölkələrini seçərəm. O soyuqda, o monoton havada nə çəkəcəksən? O monoton havada günəşli günlər çəkmək istəyirəm məsələn. O belə daha şey gəlir. Montajda bunu.
Məncə o daha yaxşı gəlir, amma İsveçrə məncə daha yaxşı olardı. Monoton rənglər psixologiyasından xəbər verdi. Amma yox, mənim psixologiyam inşallah Bir insanın sevdiyi rənglər olsun, çəkdiyi xəttlər olsun, bəyəndiyi əsərlər olsun, o adamın özündən asılı olmadan psixologiyasından xəbər verir. Davranışlarından xəbər verir və sevdiyi şeylərdən xəbər verir. Mən niyə Skandinaviya ölkələri alınacaq, onu izah edeyim. Çünki mən bir dəfə YouTube şeydə gördüm, Instagramda gördüm. İsveçrənin bir ucundan digər ucuna qatar gedir və həmin qatar deyəsən yaz fəslinə gəlib düşür və o qədər gözəl yaşıllıqlar var ki, o qədər gözəl təbiət var ki və ondan sonra mən Avropada düşünmüşəm, gəzsəm İsveçrə, İsveç, Danimarka kimi ölkələr daha belə rəğbət qazanır. Hə, razıyam. İnsanlar biraz soyuqdur, hava da soyuqdur. Amma orada olan incə vaxtlar var ki, onları məzə tutmaq daha yaxşıdır. Düşünürəm, bu səhv də ola bilər, dəqiq bilmirəm. Son olaraq İsmət müəllim, sizin nə məsləhətiniz olar ən son gənclərimizə fayda verə biləcək? Onlar nə etsinlər bundan sonra? Artmoniya Akademiyasına gəlsinlər, bu bir mənalı şəkildədir. Gəlməsinlər. Gəlsinlər birinci söhbət eləsinlər, sonra qərar versinlər. Əslində məsləhətlərim çoxdur, hansından başlayım? Hansısı başlayım? Bizim də vaxtımız oldu, izləyicilərimiz də sizi dinləyir, deyil? Tamam. Əslində onlara verəcəyim məsləhətlər çoxdur. Kamera baxıb deyə bilərəm onu. Bizə bax. Onlara verəcəyim məsləhətlər çoxdur. İlk növbədə bəlli bir məqsədiniz olmalıdır. Qarşınıza bir hədəf qoymalısınız. Gəlin bunu biraz sadələşdirək, daha sadə versiyaya salaq. Bir vərəq götürürsüz, ağ bir vərəq, boş bir vərəq, bir də qələm. Həmin vərəqin başına yazırsınız məqsəd. Nə olmaq istəyirəm, kim olmaq istəyirəm, rəssam olmaq istəyirəm, nə cür bir rəssam olmaq istəyirəm, hansı rəssama bənzəmək istəyirəm və yaxud da gələcəkdə rəssamlığın hansı istiqamətini özümə peşə olaraq seçmək istəyirəm. Bunları yazandan sonra götürsünlər başqa bir vərəq, həmin vərəqdə qeyd eləsinlər. Tamam, bunu eləmək üçün qarşımda olan maneələr və əngəllər nələrdir? Yazsınlar bir-bir, ailəm bəyənmir, ailəm sevmir və yaxud ətrafım buna icazə vermir, maddiyyat buna icazə vermir və s. Yazandan sonra başqa bir vərəq götürsünlər, ağ bir vərəq. Həmin vərəqdə artıq planları yazsınlar. O hədəflərə çatmaq üçün nə edə bilərəm, hara addım ata bilərəm, hansı işi görə bilərəm və non-stop, necə deyirlər, hərəkətə keçsinlər. Ümumiyyətlə, fikirləşmək asandır, ideyalar ortaya çıxarmaq da asandır, bir işi sevmək də asandır. Amma başlamaq çox çətindir, hər kəs başlaya bilmir. Çünki başlamaq əzm tələb eləyir, başlamaq əziyyət tələb eləyir, başlamaq həm fiziki, həm də mental bir güc tələb eləyir. O səbəbdən başlayırsınız və dayanmadan irəliləyirsiniz. Əsas olan başlamaqdır, nəticəyə fokuslanmaq lazım deyil, prosesə fokuslanmaq lazımdır məncə. Prosesdən həzz almaq lazımdır mənim fikrimcə. Çünki bir uşaq kimi yaşamaq lazımdır. Nə gələcəyi düşünmək, nə keçmişi düşünmək. Gələcəyi düşünsəz xoşbəxt olmayacaqsınız. Keçmişə takılıb qalsaz irəliləyə bilməyəcəksiniz. Anı yaşasaz xoşbəxt olacaqsınız və anı yaşamaq da sizi istədiyiniz səviyyəyə gətirib çıxaracaq. Əslində bizim Artmoniya Akademiyasında tətbiq etdiyimiz üsullardan biri də budur. Biz orada tələbələrə sadəcə olaraq rəssamlıq və incəsənəti öyrətmirik. Biz onlara doğru yolu öyrədirik. Biz onlara mentorluq edirik. Biz onlara doğru bir istiqamət verməyə çalışırıq. Biz əslində onlara rəssamlığı öyrətməzdən əvvəl öyrənməyi öyrədirik ki, sən necə öyrənə bilərsən, sən necə özünü tapa bilərsən, özünü inkişaf etdirməyi öyrədirik. İnkişaf sözünün mənası nədir? Özünü kəşf etmək. Biz onlara əslində özünü kəşf etməyi göstəririk ki, siz özünüzü kəşf etsəz, onsuz da hər kəsi kəşf edəcəksiniz, hər şeyi kəşf edəcəksiniz. Biz onlara özlərini sevməyi öyrədirik. Bəli. Çünki özünü sevməyən insan heç kəsi sevə bilməz. Özünə dəyər verməyən insan heç kəsə dəyər verə bilməz. Özünü sevmək nədir? Özünü sevmək də yox deməyi bacarmaqdır. Özünə dəyər verməkdir. Özünə yatırım etməkdir. Özünə investisiya etməkdir. Doğru işlərdən məşğul olmaqdır. Doğru çevrəyə, sağlam ətrafa sahib olmaqdır. Vaxtını doğru idarə etməkdir və doğru vərdişlərə sahib olmaqdır. Əslində bizi irəliləməyə qoymayan bizim vərdişlərimizin olduğunu düşünürəm. Bugün bir çox şəxslərin, ətrafımızda olan hər kəsin əslində bəlli bir hədəfi, bəlli bir məqsədi var. Amma yanlış vərdişlərə sahib olduğu üçün onları aşıb keçə bilmirlər və günahı hər zaman başqasını axtarmağa çalışırlar. İnsan ilk növbədə günahı və problemi özündə axtarıb tapmalıdır. Əslində bizim bugün podkastda oturub söhbət eləməyimizin məqsədi belə kənardan özümüzü görə bilmədiyimiz üçündür. Biz özümüzü birimizə göstəririk.
ki, sən kimsən və sən nəyə xidmət edirsən. Yəni danışsam əslində saatlarla bitməz. Verəcəyim məsləhətlər çoxdur. Mark Twain deyir ki, uğurun ən böyük sirri başlamaqdır. Məncə bu kifayət edir. Başlasınlar, harda gələcək, nəyi düşünürlər, nəyi gözləyirlər. Və bizim məsələn Artmoniyada fəaliyyət göstərən, bu reklam deyil bu arada, sadəcə səmimi olaraq bölüşürəm. Artmoniyada fəaliyyət göstərən müəllimlər hamısı özəl müəllimlərdir. Hamısı çox dəyərli müəllimlərdir. Hamısı həqiqətən tələbələri, şagirdləri sevərək onlara dəstək olan müəllimlərdir. Məsələn, bizdə İlqar müəllim var. Adam illərdir heykəltaraşlıqla məşğuldur, rəssamlıqla məşğuldur. Məsələn, bazara yeni bir sahə gətirib. Rəqəmsal heykəltaraşlıq. ZBrush üzərindən və onu konkret olaraq öyrədəndən sonra həmin tələbə burada oturub Amerikadakı bir şirkətlə belə işləyə bilər, fəaliyyət göstərə bilər. Bizdə Vaqif müəllim var, məsələn. Vaqif müəllim nəinki rəssam, həmçinin bir filosofdur, bir psixoloqdur. Adamın möhtəşəm diksiyası var, adam möhtəşəm şəkildə explain etmək bacarığı var. Əsmər xanım var bizdə, Kanadada təhsil alıb. Çox möhtəşəm müəllimdir. Yəni bunları danışmaqda məqsədim əslində odur ki, mənim məqsədim odur ki, düşünürəm ki, bir insanın ətrafında nə qədər sağlam bir çevrə olsa, istər komandada olsun, istər şəxsi həyatında olsun, o mütləq ki, inkişaf eləyəcək, mütləq ki, irəliləyəcək. Çünki məşhur bir deyim var da, bilirsiniz, bir insan ətrafındakı 5 nəfərin ədədi ortalamasıdır. İstər maddiyyat olsun, istər mənəviyyat, istər psixologiya, istər davranış. Və ona görə də gənclər ilk növbədə dostlarını düzgün seçməlidirlər. Bunları onlara tövsiyə edirəm. Və çəkinməsinlər, komplekslərdən uzaq olsunlar, rahat olsunlar, istəməkdən çəkinməsinlər, soruşmaqdan, öyrənməkdən çəkinməsinlər. Çünki bilməmək eyib deyil, öyrənməmək eyibdir. Bu qədər. Açıq danışdınız. Yəni həqiqətən rəssamların öz maraqlı dünyası var. Hər zaman da hiss olunur bu, yansıdırlar. Hər kəsin maraqlı dünyası var əslində. Mən sadəcə sizdən fərqləndirən peşəmin rəssam olmaqdır. Həqiqətən çox xoş oldu İsmət müəllim gəldiyiniz üçün. Minnətdaram sizə, dəyərli fikirləriniz üçün. Bir daha İsmət müəllim çox gözəl nöqtələrə toxundu, digər qonaqlarımız kimi. Və bu günləri bir daha şahid olduq ki, bir insanı ətrafında əgər ən yaxını belə olsa, əgər onu arzusundan geri saxlayırsa, gərək ki, demirəm dostunu atsın, amma hər bir şey kənara qoyub öz məqsəd uğrunda vuruşmalı. Onsuz da sözünüzü kəsirəm, üzr istəyirəm. Zaten biz kimlərinsə sözlərinə görə, kimlərinsə bizə qarşı olan fikirlərinə görə biz hər hansı bir məqsədimizdən və yaxud da fikrimizdən əl çəkiriksə, bu onu göstərir ki, deməli biz o arzuladığımız yerə layiq deyilik. Çünki onu necə deyərlər, vecimizə almayacaq qədər güclü deyilik demək. Yetərincə də istəməmiş ola bilər. Və yetərincə istəməmişik. Məsələ budur. Biz sizdən biri komandası olaraq Artmoniya Akademiyasının heyətinə, başda İsmət müəllim olmaqla, müəllimlərinə ilk öncə salam göndəririk. Daha sonra təşəkkür edirik. İşlərində uğur arzu edirik. Bəli, çox uğur arzu edirik. Çünki bizim ölkəmiz hər cəhətdən insanlar zəngindir, zəngin insanlarla doludur. Sadəcə olaraq torpaqdan bəhs etmirəm, insanlarımızdan bəhs edirəm. Həqiqətən təşəkkür edirəm sizə ki, incəsənətimizi yaşatmağa çalışırsınız. Bu uğurda döyüşürsünüz, vuruşursunuz. Bir daha sizə təşəkkür edirəm. Siz başda olmaqla komandanıza təşəkkür edirəm. Buna bir əlavə eləmək istəyirəm. Leonardo da Vinci'nin belə bir sözü var. İncəsənət bitmir. İncəsənət tərk edilir. Bəli. Yəni sənət həmişə inkişaf eləyəcək. Əsas odur incəsənətlə məşğul olan insanlar onları tərk eləməsinlər. Mən də sizə təşəkkür edirəm. Sizə də təşəkkür edirəm. Nailiyyətləriniz, uğurlarınız bol olsun. İnanıram və əminəm ki, bir neçə il sonra istədiyiniz hədəflərə çox rahatlıqla çatacaqsınız. İnşallah. Çünki mən də sizdə bəzimi görürəm. Səda xanıma da öz təşəkkürlərimi bildirirəm. Siz sağ olun. Var olasınız həqiqətən. Bu günləri bir daha şahidlik etdik ki, hansı peşəni seçməyimizdən asılı olmayaraq biz özümüzə yatırım etməliyik, biz öz üzərimizdə işləməliyik. Bunun üçün də Future Akademiyaya yumuşaq bacarıqlar olaraq, digər sahələr olaraq müraciət edə bilərsiniz. Biz bu sahədə sizə dəstək olmağa hazırıq. Bugünkü podkastımızda təşkilatçılarından biri Future Akademiyadır və oranın heyətinə də öz təşəkkürümü, minnətdarlığımı çatdırıram. Var olun, sağ olun. Gələn görüşlərə. Uğurlar.